Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Qala el-edilletu fi zalika la tuhsa kesreten. Aqulu ed-delailu ala imameti Aliyin aleyhisselam ekseru minen tuhsa. Hatta ennel musannif veza'a kitaben fil imame ve semmahu kitabel elfin. Ve zekere fihi elfi delilin ala imametihi. وصنف في هذا الفن جماعة من العلماء مصنفات كثيرة لا يمكن حصرها ونذكرها هنا جملة من ذلك تشريفا وتيمنا بذكر فضائله وهو من وجوه. Keçən bəstə imamət xassədən bəhs etdik və dəlillərlə isbat olundu ki, Peyğəmbərdən sonra fasiləsiz olaraq imam Həzrəti Ali ibn Əbi Talib əleyhissalamdır. Əllamə illi bəhsin davamında buyurur ki, İmam Əli əleyhissalamın imamətinə dəlalət edən həddindən artıq çoxdur. La tuxsa kəsrətən. Çoxluğuna görə qabili şumariş deyil, yəni saya gəlməzdir. Fazil Miqdad bu qısa cümlənin izahında buyurur ki, İmam Əli əleyhissalamın imamətinə dəlalət edən dəlillər o qədər çoxdur ki, hətta müsənnif, yəni Əllamə Hilli imamət barəsində müstəqil bir kitab yazıb və o kitabın da adını Kitab-ı Əlfin qoyub. Əlfin təsniyəsidir, mənası 2000 deməkdir. Müsənnif, yəni Əllamə Hilli bu kitabında 2000 dənə dəlil İmam Əli əleyhissalamın imamətinə gətirmişdir. Zikr eləyib 2000 dənə kitab. Bu baxımdandır ki, həqiqətən o qədər çoxdur ki, saya gəlməzdir. 2000 dənə dəlilin yarısı əqli dəlillərdir və yarısı da nəqli dəlillərdir. Və Əllamə Hillin kənarında çoxlu alimlər də bu barədə kitablar yazıblar. Qədimdən indiyə qədər qədim kitablardan, ən yaxşı mötəbər kitablardan çoxdur əlbəttə. Və ən yaxşısı kamili Əşşafi fil İmamə Seyyid Mürtəza. Burada adını qeyd eləməyib, amma ən gözəl kitablardan biridir. Əşşafi fil İmamə. Qədim kitablardan da çox gözəl kitablardan biridir. Və müasir kitablarda çoxlu kitablar adını çəkmək olar. Pejohişlər İmamət fars dilində yazılmış bir kitabdır. Çox gözəl bir kitabdır. Və mötəbər kitablardan imamət barəsində Əl-İmamətül Kubra Ağay Qəzvinin kitabıdır. Qadətuna keyfə nə'rifuhum. Bu kitab da çox gözəl kitabdır. Həzrət Əli əleyhissalamın digər imamların imaməti barəsində bu kitablara müraciət etmək olar. Fazil Miqdad buyurur ki, burada bir neçə dəlil İmam Əli əleyhissalamın fəzilətinə, imamətinə dəlalət edən bəzi dəlilləri təyəmmünə və təbərrükən zikr eləyirəm. Elə mən də inşallah bunları oxuyub mətn əsasında bəzi lazım olan izahları da verəcəm. Qalə Əllamə Hilli buyurur ki, Əl-ədillətu fi zəlikə la tuhsa kəsrətən. İmam Əli əleyhissalamın imamətinin barəsində olan dəlillər saya gəlməzdir. Əqulu əd-dəlail əla imaməti Aliyin əleyhissalam əksəru minən tuhsa. İmam Əli əleyhissalamın imamətinə dəlalət eləyən dəlillər həddindən artıq çoxdur. Hətta ennel musannif vəzəə kitaben. Hətta müsənnif, yəni Əllamə Hillinin özü bir kitab yazmışdır imamət barəsində və səmmahu kitabəl əlfin. Onun da adını qoymuşdu Əlfin kitabı. Əlfin, yəni adını Əlfin qoymuşdu imamət barəsindədir. Və zəkərə fi əlfi dəlilin əla imaməti. Bu kitabda 2000 dəlil gətirmişdi İmam Əli əleyhissalamın imamətinə dəlalət edən. Və sənnəfə fi hazəl fənni cemaətun minəl üləma. Və bu fəndə, yəni İmam Əli əleyhissalamın imaməti barəsində bir çox alimlər kitab təsnif ediblər, yazıblar. Müsənnəfatin kəsirətən la yumkinu həsrə. Burada biz eləyə bilmirik hamısının adını gətirək. Və nəzkurha huna Fazil Miqdad bu ki, biz burada zikr eləyirik cümlətən min zalikə, bu dəlillərdən bəzilərini təşrifən və təyəmmünən bi zikri fəzailihi və huvə min vücuhin. Burada bəzi dəlilləri zikr edir, İmam Əli əleyhissalamın imamətinə dəlalət eləyən, fəzilətinə dəlalət, onlar da təyəmmündən və təşərrüfən. Bu da neçə cəhətdəndir ki,
bir-bir onların adını aparacaq. Birinci dəlil İmam Əli əleyhissalamın imamətinə dəlalət edən dəlil İnnəmə vəliyyukumullah və rəsulu Maidə surəsinin 55-ci ayəsi vilayət ayəsi kimi məşhurdur. Burada bu ayə İmam Əli əleyhissalamın imamətinə dəlalət edir. Bundan sonra Qədirxum hədisinə işarə eləyəcək. Ondan sonra itaət ayəsi, Kunu məəs-sadiqin ayəsi və bunun zimnində bir sıra dəlillərə işarə edəcək ki, nəqli dəlillər, hədisi mənzilət və bunun kimi dəlillər ki, həm Əli əleyhissalamın imamətinə və eyni zamanda Həzrət Əli əleyhissalamın fəzilətinə dəlalət edir. Amma Maidə surəsinin 55-ci ayəsində Allah Teala buyurur: "İnnəmə vəliyyukumullah və rasuluhu vəllezine amenullezine yuqimunəs-salat və yu'tunəz-zakat və hum rakiun." Sizin vəliniz, indi vəli burada hansı mənadadır? Burada ovla bir təsərrüfdür ki, həmin rəhbər mənasında. Sizin rəhbəriniz Allah, Allahın rəsulu və namaz qılıb ruku halında zəkat verəndirlər. Əvvəla diqqət eləmək lazım ki, burada innama həsr üçündür. Bu ki, inkar olunmazdır. İkinci məsələ, burada gəlir isbat olunsun ki, burada vəlidən məqsəd övla bir təsərrüfdür. Çünki başqa mənaları burada adı çəkilə bilməz. İndi inşallah biz oxuyacaq, vəlinin çoxlu mənaları var. Amma burada iki dənə mənanın ehtimalı var. Məsələn, deyilsin ki, innəmə vəliyyukum, yalnız sizin kömək ediniz, sizə kömək edən Allah da Allahın rəsuludur və namaz qılıb ruku halında zəkat verəndir. Bəzilər bunu deyiblər, bəziləri də əgər bu nasir mənasını qoysaq kənara, ovla bir təsərrüf olur. Bəs bu ayədə iki dənə vəli kəlməsindən iki məna zehnə gələ bilər. Biri övla bir təsərrüf, ikincisi də nasirdir. Lakin burada nasir mənası düzgün ola bilməz. Çünki bunun mənası yox, sizə kömək edən yalnız Allahdır, Allahın rəsuludur və namaz qılıb ruku halında zəkat verənlərdir. Çünki başqaları da kömək eləyə bilər. Burada innamanın mənası olmur. Və burada innama yalnız vəlinin ovla bir təsərrüfdür ki, həqiqətən rəhbər mənasındadır. O məna düz gəlir. Bu da ikinci nöqtə. Üçüncü nöqtə budur ki, burada möminlərə xitab olunur. Çünki bu ayədən əvvəlki ayədə, 54-cü ayədə Allah Teala açıq-aşkar şəkildə buyurur ki, Ya əyyuhəllezine amenu, ey iman gətirənlər. Ey iman gətirənlər, sizin vəliniz Allah, Allahın rəsulu və namaz qılıb ruku halında zəkat verəndirlər. Bəs əgər xitab vəliyyukum möminlərə aiddirsə, burada vəlləzinə aməni bütün möminlər ola bilməz. Düzdür ki, cəm formasında gətirib. Onda bunun mənası bu olur ki, hər bir mömin özünün vəlisidir. Bunun mənası yoxdur ki. Bəs əvvəldə ümum möminlərə xitab olunduğu üçün məlum olur ki, bütün möminlərin vəlisi Allah, Allahın rəsulu və namaz qılıb ruku halında zəkat verənlərdir. Bu da bəzidir. Üzr istəyirəm. Bəs məlum olur ki, o bəzidir. Bütün möminlər ola bilməz ki, ruku halında zəkat versinlər. O bəzi kimdir? Artıq orada əksər tarixçilər, sirə yazanlar və təfsir alimlərin əksəriyyəti buyurur ki, o ki, namaz qılıb ruku halında zəkat verir, o yalnız və yalnız Həzrəti Əli əleyhissalamdır. Bəs bu ayə açıq aydın şəkildə dəlalət edir Həzrət Əli əleyhissalamın imamət və vilayətinə. Bu ayəni oxuyaq. Əl-əvvəl, birinci dəlil ki, burada təyəmmünən zikr olunur. Qovluhu Teala, Əuzu billahi minəşşeytanirracim. İnnəmə vəliyyukumullah, yalnız sizin vəliniz Allah və Rasuluhu, onun rəsulu və vəllezine amenullezine yuqimunəs-salata və yu'tunəz-zakata və hum rakiun. O kəslər ki, namaz qılırlar və ruku halında zəkat verirlər, o da sizin vəlinizdir. Allah, Allahın rəsulu və namazda ruku halında zəkat verənlərdir. Və zalikə, bu ayə dəlalət edir İmam Əli əleyhissalamın imamətinə. Amma necə? Bu ki, və zalikə yətəvəqqəf əla müqəddimatin. Burada bu ayə əsasında bir neçə dənə müqəddimanı gəlib biz zikr eləyək. Əl-ula innəma lil-həsr. Birinci məsələ budur ki, bilmək lazımdır ki, burada innəma kəlməsi, hərfi, ədatı həsrə dəlalət edir. Hansı dəlil əsasən innəma həsr üçün? Bu ki, məlumdur.
həm nəhvdə oxumuşuq, həm lüğətdə oxumuşuq ki, innama həsr üçündür. İnnama lil həsr bin nəqli ən əhlil lüğə. Nümunə olaraq şairin də sözünü gətirir. Şair belə deyir: "Ənə zaidul hamiz zimari və innama yudafi ən əhsabihim əna əv misli." Bu ki, mən o şəxsəm ki, himayət eləyirəm öz xanəvadəmi, öz qovmu, öz tayfamdan himayət eləyirəm. Və innama və yalnız yudafi ən əhsabihim, yalnız öz tayfasından, əsl nəsəbindən müdafiə eləyən mənəm və mənim müslimdədir. Burada innama həsr mənasında istifadə olunmuşdur. Heç bunu gətirməsə də məlum idi, innama həsrdir. Fələv ləm yəkun lil həsr ləm yetummə iftixaru. Bu şair burada iftixar eləyir ki, yalnız və yalnız bu öz əsli nəsəbindən himayət eləyir, müdafiə eləyir. Bu ki, əgər həsr innama burada həsr üçün olmasaydı, şairin burada iftixar eləməyi düzgün olmazdı. Pəs birinci məsələ bilək ki, burada innama həsr üçündür. Bu ayədə. Əs-sani ennel murada bil vəli immə əl-əvla bit-təsərrüf əvin nasir. Burada vəlidən məqsədi ya ovla bit-təsərrüfdir, həmin rəhbər mənasında. Ovla bit-təsərrüf, yəni hətta insanın özünə nisbətdə, öz canında, öz malında onun haqqı vardır təsərrüf eləməyə. Bu da ancaq ilahi rəhbər ola bilər. Əvin nasir, ya da köməkdən. Bəs burada vəli ya köməkdən mənasındadır, ya rəhbər mənasındadır. Başqa mənalar da var axı, bəli, başqa mənalar da var, amma başqa mənaların yeri yoxdur və deyən də olmayıb ki, burada başqa mənası ola bilər. İz qeyru zalikə min məanihi qeyru salihin huna qətən. Çünki bu iki mənadan başqası, həmin vəlinin mənalarından burada səlahiyyət yoxdur ki, biz onu istifadə edək. Təfsir alimlərindən də vəli kəlməsini burada başqa mənada gətirməyiblər. Ya şiə alimləri kimi burada ovla bir təsərrüf məna ediblər, ya da nasir məna ediblər. Lakin nəssani batilun. Lakin ikinci mənası, burada vəlinin nasir mənasında olmağı batildir. Niyə? Li-ədəm ixtisası nüsrə bil-məsqur. Çünki burada nüsrət Allaha, Allahın rəsuluna və namaz qılıb, rüşalıda zəkat verənlərə məxsusdur. Başqaları da kömək edə bilər. Burada həsrin mənası yoxdur. Fətəəyyənəl mənəl əvvəl. Bəs birinci məna müəyyən oldu ki, burada vəli, yəni rəhbər, ovla bir təsərrüf mənasındadır. Əs-salisatu ennel xitabə lil-mu'minin. Üçüncü məsələsi bu ayə barəsində diqqətimizi ona yönləndirək. Budur ki, burada xitab möminlərədir. Yəni bütün möminlərə. Hardan deyirsən? Deyir, əvvəlki ayədən. Li-ennə qəbləhu bila fasilin. Bundan qabaqki ayədə fasiləsiz olaraq belə gəlmiş. Ya əyyuhəl-ləzinə amənu. Mən yərtəddə minkum ən dini. Burada bəs möminlərə xitabdır. Sümmə qalə, sonra o 55-ci ayədə bu ki, innəmə vəliyyikumullah və rəsuluhu və yəqunul zəmir aidən iləyhim həqiqətən. Burada innəmə vəliyyikum, burada kum xitabı kimə də aiddir? Möminlərə aiddir. Bu da üçüncü məsələ. Ər-rabi ennəl murada billəzinə amənu. Burada ki, deyib, vəlləzinə amənu ləzinə yuqimunəs-sələtə. Burada cəm formasında gəlsə də, huvə bəzul müminin. Yəni, bütün möminlər deyil ki, namaz qılıb, zəkat verən, rükû halında zəkat verirdilər. Xeyr. Əgər belə olarsa, onda bütün möminlər özlərinin vəlisi olur. Bunda mənası yoxdur. Ər-rabi ennəl muradı bi əlləzinə amən fil ayə huvə bəzul mömin li vəçin. Əl-əvvəlu ennəhu ləvla zalik. Əgər belə olmasa, bəzi möminlər olmasa, bəlkə məqsəd bütün möminlər olsa, ləkanə bu kullu vahidin vəliyyən li nəfsi bil mənəl məsqur. Bəs burada hər bir mömin özü üçün vəli olacaq, özü zikr olunmuş mənada, ola bir təsərrüf mənasında. Və huvə batilun, bu da bu sözdə batildir. Bəs bəzi mömin məqsəddir. Bu birinci dəlil. Əs-san ennəhu vəsəfəhum bi vəsfin qeyri hasilli kullihim. Burada Allah Taala buyurur ki, o kəslər ki, iman gətiriblər, namaz qılırlar, rükû halında zəkat verirlər. Bu sifətlər bütün möminlər üçün hasil olmayıb. Bəzi möminlər üçün hasil olub. Halə rükû, izil cümlətunu haliyyətin. Burada cümlə haliyyədir. Yəni və hum rakiun, orada rükû halında zəkat verənlər. Bu da dördüncü məsələ bu ayə barəsində. Beşinci əl-xams ennəl murada bizalikəl bəz. O bəzi mümin ki, namaz qılıb rükû halında zəkat verirlər. Ondan məqsəd huvə Ali ibn Əbi Talib əleyhissalam xassətən. Məxsusən Əli əleyhissalamdır. Niyə? Linnəqlis sahih. Sahih hədislərimiz var bu barədə. Və ittifaqı əksəril müfəssirin əla ənəhu kana yusalli fəsələhu sailun fəətəhu xatəməhu rakiyan. Çünki bütün əksər müfəssir, bütün deməyə, bəziləri zikr eləməyib. Əksər müfəssirlərin ittifaq nəzəri vardır ki, həqiqətən Həzrət Əli əleyhissalam namaz qılırdı. Bir sail ondan
bir şey istədi. Əli əleyhissalam da ruku halında öz üzüyünü ona verdi. Və izə kana əleyhissalam əvlə bit təsərrüfinə, bəs bu ayə əsasən burada Allahdan, Peyğəmbərdən sonra bizim vəlimiz, ovla bit təsərrüfümüz Həzrəti Əli əleyhissalamdır. Əgər Həzrəti Əli əleyhissalam bizə nisbətdə, yəni müsəlmanlara nisbətdə ovla bit təsərrüfdürsə, təəyyənə ən yekuna huvəl imam. İmam o olacaq. Nə üçün? Lənnə Allah nəlni bil imam illa zalik. İmam deyəndə elə məqsədimiz budur ki, ovla bit təsərrüfdür. Hər halda insanların, müsəlmanların müxtəlif həyatının müxtəlif hissələrində ovla bit təsərrüfdür. Bu bir dəlil. İkinci dəlil ki, burada Fazil-i Miqdad təbərrükən gətirir, ibarətdir Həccətül Vidada Qədirxum çölündə Həzrət Əli əleyhissalamın məşhur hədisi ilə mən kuntu mevlahu fazə əliyyü mevlahu, orada Həzrət Əli əleyhissalamın imamətinə aid bir cümlə buyurmuşdu və həmçinin bunun zimnində burada qeyd eləməyib Maidə surəsinin 67-ci ayəsi də Həzrət Əli əleyhissalamın imaməti barəsindədir və Qədirxum hadisəsindən sonraki Əl-yevmə əkmaltu ləkum dinəkum Maidə surəsinin 3-cü ayəsi də bu barədədir. Lakin burada fəqət Qədirxum hədisinə işarə edir, ayələrinə işarə eləmir. Əs-san ikinci dəlil Həzrət Əli əleyhissalam imamətinə ənəhu nuqlə nəqlən mütəvatir olaraq nəql olunur. Hətta əhl-i təsənnün də bunu qəbul edir ki, ənnən nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləm Peyğəmbərimiz ləmma rəcə min həccətil vida sonuncu həcdən qaydanda əmərə bin nuzul bi Qədirxum vəqtə zühr. Zühr vaxtında əmr elədi ki, bütün insanlar hamısı Qədirxum çölündə cəm olsunlar. Və vudiət ləhul əhmal şibhəl minbər. Və Peyğəmbər üçün o dəvələrin palanlarından mənbər mislində düzəltdilər və xətəbən nas. İnsanlara böyük bir xütbə oxudu. Vəstada və xütbəyi gəlir elə bu ibarətdən deyil ki, ya əyyuhənnas ələstu əvla bikum min ənfusikum qalu bəla ya Rəsulallah. Bu həmin xütbənin bir hissəsidir. Böyük bir, uzun bir xütbə oxudu. Sonra vəstada əliyyən, sonra xütbənin zimnində Əli əleyhissalamı çağırdı və rəfə yədəhu biyədihi, öz əli ilə Həzrəti Əli əleyhissalamın əlin qaldırdı və qalə. Əli əleyhissalamın əlin qaldırdıqdan sonra belə buyurdu: Əyyuhənnas, ey insanlar, ələstu əvla bikum min ənfusikum. Ayə, mən sizin özünüzə ovla bit təsərrüf deyiləm. Yəni, mən sizin həqiqi rəhbəriniz deyiləm. Qalı bəla ya Rəsulallah. Bütün müsəlmanlar eşitdiklə buyurdular ki, bəli, əlbəttə sən bizim rəhbərimizsən. Bunlardan iqrar alandan sonra qalə Peyğəmbər buyurdu: Fəmən kuntu mevlahu fazə əliyyün mevlahu. Bu vaxta qədər mən kimin mövlası idimsə, bundan da sonra Həzrət Əli onun mövlasıdır. Və sonra dua elədi: Allahümmə valimən vala və adimən ada. Ey mənim Allahım, hər kəs Əli əleyhissalamı özünə mövla hesab edərsə, onu sən də dost tut. Onunla düşmənçilik edənə düşmən ol. Vənsur mən nəsərə, ona kömək edənə kömək et. Vəxzul mən xəzələ, onu xar edəni sən xar et. Və ədirəl haqqə mə'hu keyfə madar. Harada Əli əleyhissalam varsa, haqqı da onun ətrafında fırlat. Yukarru zalikə əleyhim. Bu cümlələri müsəlmanlara Peyğəmbərimiz təkrarən dedi. Bu necə dəlalət edir Həzrəti Əli əleyhissalamın imamətinə? Buyur ki, burada mövladan məqsəd ovla bit təsərrüfdür. Buna qərinə də var. Çünki Peyğəmbərimiz əvvəl buyurdu ki, Ələstu ovla bikum. Mən sizin rəhbəriniz deyiləmmi? Onlar etiraf edəndən sonra buyurdu ki, bəs mən sizin necə rəhbəriniz idimsə bu vaxta qədər, bundan sonra məndən sonra da Həzrət Əli əleyhissalam sizin rəhbərinizdir. Və həmçinin burada ovla bit təsərrüfdən başqa mənalar, əslində mənası yoxdur. Məsələn, Mövlanın burada lüğətdə bir mənası qonşudur. Bir mənası, məsələn, azad edən və ya azad olunmuş. Həm peyman, əmi oğlu, yezinə, kömək edən. Bu mənaların heç biri burada ola bilməz. Peyğəmbər o qədər, bəziləri buyururlar ki, 100 mindən çox orada müsəlman cəm olmuşdu. Peyğəmbər elə hamısını cəm eləmişdi ki, desin ki, mən kimə kömək etmişəmsə, bundan sonra Həzrət Əli əleyhissalam ona kömək edəcək. Ya mən kimin qonşusuyamsa, Həzrət Əli əleyhissalam onun qonşusudur. Bunların mənası yoxdur. Məlum məsələ Peyğəmbər və çoxlu qərinələr vardı. Dəlailus Sidq kitabında Ağay Müzəffər çox gözəl kitablardan biridir. İmamət barəsində, həmçinin əqaid barəsində. Orada
çoxlu şahidlər gətirir ki, burada 100% Həzrəti Əli əleyhissalamın imaməti üçün Peyğəmbərimiz bu şəraiti yaratdı və bu da Allahın əmri idi. Ya əyyuhər rəsul, Maidə surəsinin 67-ci ayəsində. Bəlliğ ma unzilə iləykə min rabbik fə in ləm təfəl fəma bəlləğtə risalətə. Allah tərəfindən əmr gəldikdən sonra bunu bütün müsəlmanları cəm elədi. Və Əli əleyhissalam imamətini çatdırandan sonra ayə nazil oldu. Əl-yevmə əkmaltu ləkum dinəkum. Vəl muradu bil mevla huve ovla. Burada mevladan məqsəd mən kuntu mevla fazə aliyyi mevla. Mevladan məqsəd həmin rəhbər mənasındadır. Nə üçün? Lənnə əvvələl xəbər yədullu zalik. Xəbərin bu hədisin əvvəlində ki, Peyğəmbər buyurdu ki, ələstu ovla bikum, o ona dəlalət eləyir. Və həmçinin vəli qovli təala fiyəkkil kuffar. Kafirlərin haqqında Allah təala Quranda bu məvakumunlar, onların aqibəti cəhənnəmdir. Hiyə mevlakum. Bu cəhənnəm onlara üçün layiqdir. Ey ovlabikum. Burada mövla bir məni ovladır. Bu da Qur'andan şahid ki, Qur'anda mövla, övla mənasında gəlmişdir. Və hədisin əvvəlində ki, Peyğəmbərin kəlamında şahiddir. İki dənə şahid əsasında deyir ki, burada övla, mövla burada övla mənasındadır. Və həmçinin və izən fə innə qeyrə zaləkə min məanihi qeyru caizin huna. Burada mövlanın digər mənası burada mümkün deyil. Mövlanın mənası kəlcar, qonşu, mu'tiq, azad edən, həlif, həmpeyman və İbn əmi oğlu. Bunun mənası yoxdur. Peyğəmbər burada hamını cəm eləsin, desin ki, bəli, hər kəsin mən əmsi oğluyamsa, Həzrəti Əleyhisselamın əmsi oğludur. Mənası yoxdur. İstihalətə ən yəqumən nəbi fi zalikəl vəqti şədidil hər. Belə bir isti yerdə, şiddətli isti yerdə Peyğəmbər bütün insanları cəm eləsin, özü də böyük bir xütbə oxusun. Rəhbərdən başqa mənanı iradə eləsin və yəd'un nasə və yuxbirahum bi əşya la məzidə faidətin fiha. Faydası olmayan şey desin orada. Yəni yəqula mən kuntu carahu, hər kəsin mənim qonşusu idiyəm. Əv mu'təqahu, ya onun azad olunmuşu, əv ibn əmmihi fə əliyyun kəsalik. Bu mənaların heç biri burada nəzərə çarpmır. Və izə qanə əliyyun huvə ovla bina fə yəkunu huvəl imam. Bu da bir dəlildir ki, Həzrət Əleyhissalam imamətinə dəlalət edir. Əlbəttə, Qədir-Xum barəsində, Qədir-Xum hədisi barəsində çox danışmaq olar, ancaq mən bu qədərini kifayətlənirəm. Bir hədisi də qeyd edim, inşallah digər dəlillər qalsın gələn dərsimizdə. Əs-salis, üçüncü dəlil, vərədə mütəvatirən ənəhu sallallahu aleyhi və aleyhi və sələm qalə li Əliyyin əleyhissalam. Mütəvatir olaraq nəql olunub ki, Peyğəmbər əleyhissalama xitab edərək belə buyurdu. Əndə minni bi mənzilətə Haruna min Musa illa ənəhu la nəbiyyə bədi. Ya Əli, sən mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən. Sənin mənzilətin Harunun Musaya olan mənziləti kimidir, məqamı kimidir. İlla, məgər bir dənə fərqi var da, ənəhu la nəbiyyə bə'di, məndən sonra heç bir Peyğəmbər yoxdur. Əziz Peyğəmbərimiz bu hədisində əsbətə ləhu cəmiə məratibi Haruna min Musa. Harunun bütün məratibin zikr elədi. Yəni, Harunun nə mənziləti var idisə, nə məqamı var idisə, Həzrəti Əli əleyhissalamda sabitdir. Və istəsinə nübüvvə, fəqət nübüvvət məqamı istisna elədi. Və min cümləti mənazilə Haruna min Musa, Harunun mənzilətindən, məqamından da biri, bu ki, ənəhu kanı xəlifədən ləhu. Harun Musanın xəlifəsi idi. Əlbəttə, lakinnəhu təvəffə qəbləhu. Harun Musadan qabaq öldü, amma və Əliyyün aşə bədə Rəsulillah. Lakin Əli əleyhissalam Peyğəmbərdən də sonra yaşadı. Fətəkunu xilafətu sabitətən. Pəs Həzrəti Əli əleyhissalamın xilafəti Peyğəmbərdən də sonra sabitdir. İzla mucibə lizzəvalə. Çünki heç bir dəlil yoxdur ki, onun xilafəti Peyğəmbərdən sonra aradan getsin. Bu da hədis-i mənzilət ki, dəlalətdir Həzrəti Əli əleyhissalamın imamətinə. Digər dəlillərdə itaət ayəsi, sadiqun ayəsi və başqa dəlillər inşallah gələn dərsimizdə. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alihi-t-tahirin.